başıma gələn hadisəmi deyim, qarşılaşdığım hadisəni bölüşmək istəyirəm. Deməli, mən 10 il Azərbaycanda jurnalist olaraq fəaliyyət göstərmişəm. Jurnalistika fakültəsini bitirmişəm Bakı Slavyan Universitetinin. Daha sonra da Lider televiziyasında işləmişəm. Daha sonra ARB, sonra ASTV. Və 10 il fəaliyyəti, jurnalistika fəaliyyətim ərzində eşitdiyim yalnız bir söz olub ki, əvəz olunmayan işçi yoxdur. Yəni, bir ildən çoxdur ki, Paul Bakery'də çalışıram, restoranlar şəbəkəsində və bir ilin sonunda, bir ildən sonra mənə başqa bir şəbəkədən, türk şəbəkədən maraqlı təklif gəldi, yaxşı qiymətə. Aylığı çox yaxşı pul təklif elədilər, onlarla işləməyə. Və təbii ki, mən getmək istəmirəm. İnsan alışdığı yerdən Amerikalılarla işləməyi daha üstün tuturam. Həm dil baxımından, həm prestij baxımından. Və mən onu gəldim öz general menecerimə dedim ki, mənə belə bir təklif gəlib, dəyərləndirməyi düşünürəm və yəqin ki, artıq 2 həftə, 3 həftə sonra yəqin ki, sağollaşacağam sizinlə. Və gözlənilməyən bir şey oldu. Və onun mənə ilk sualı bu oldu ki, niyə görə gedirsən? Əgər məsələ puldursa, sən heç yerə getmirsən. İkinci isə sözü bu oldu ki, sən əvəz oluna bilən işçi deyilsən. Hətta dedi, mən belə əvəz oluna bilərəm, baristalar əvəz oluna bilər, amma sən əvəz olunan işçi deyilsən. Bu söz elə böyük bir şey deyil, amma sadəcə olaraq 10 il ərzində eşitmək istədiyin sözü, sənə heç gözləmədiyin adam, heç eyni milliyyətdən olmadığın bir insan sənə bu sözü deyir ki, you are not replaceable, forget about it.